Amiye salam. Bugün sizle birlikte 9 Mart 2026 yıl tarihinde geçirilen sualların izahına bakacağız. Deməli, İngilis dili suallarıdır. 7-ci sualdan başlayıram. Düşüncəmə görə suallar asan düşüb. Ən azından bəzi sualları, yəni çıxış üsulu ilə variantlara baxaraq həll eləmək mümkün idi. 7-ci sualda deyir ki, which sentences cannot be changed into the passive voice? Hansı cümlələr passive voice-a çevrilə bilmir? Qaydası var. Bilirik ki, normal olaraq obyekt varsa, obyekt keçir əvvələ və passive voice düzəlir. Amma obyekt yoxdursa, orada passive voice ola bilməz. Bunu bilmiriksə əgər, tərcümə ilə tapmaq mümkündür. Alice went to the park to read a book. Alice kitab oxumağa parka getdi. Burada heç bir obyekti görmürəm və deməli, Alice parka gedildi belə bir cümlədə məntiqə uyğun deyil. Bazardüzü is the highest peak in Azerbaijan. Bazardüzü Azərbaycandakı ən yüksək zirvədir. Bunun heç passive voice ola bilməz. Heç to be passive voice ola bilmir. The teacher assessed the presentations about Shakespeare. Müəllim Shakespeare-lə bağlı prezentasiyaları dəyərləndirdi, yoxladı. Və yaxud da prezentasiyalar yoxlanıldı. The presentations burada obyekt olduğu üçün bu passive voice ola bilər. Sally saw two deer in the national park yesterday. Sally dünən National Milli Parkda iki dənə maral görüb və yaxud da iki dənə maral görülüb. Sow'dan sonra two deer obyekt gəldiyi üçün iki dənə maral görülüb deyə bilərəm. Ona görə də bu çevrilə bilər. Cannot be dediyi üçün 1-dən 2 düzgün cavabımızdır. 8-ci sualda my niece speak French but my nephew. Aha. But varsa cümlədə burada deməli bir inkarlıq var. Yəni bir təzad var. Bir cümlə təsdiqdədirsə, digəri inkarda olmalıdır. Necə deyərəm? Deyərəm ki, mənim qardaşımın qızı fransızca danışa bilir, amma qardaşımın oğlu danışa bilir. Belə bir məntiq yoxdur. Deyərəm ki, bacım qızı və yaxud da qardaşım qızı danışa bilir, amma varsa, deməli qardaşımın oğlu və yaxud da bacımın oğlu danışa bilmir. Ona görə də mütləq biri təsdiq, biri inkar olmalıdır. O da olur can, cannot. Y variantı düzgün cavabdır. 9'da choose the correct interrogative sentence deyir. Düzgün sual cümləsini seçməliyik. Baxıram, past simple-la sual formasıdır. Past simple-da bilirik ki, did-lə düzəlir. Did varsa yanında feil olmamalıdır. Did, şəxs, sonra da feilin özü olmalıdır. Feilə də sualda id-i artırmırıq. Çünki zaten didin özü keçmiş zamanı bildirir. Bir də sayına id-i artırıb mən 2 dənə keçmişi orada qoya bilmərəm. B-yə baxıram. You signed, did yoxdur burada. Köməkçi feil yoxdur. Plus da you signed yox, did you sign olmalıdır. Yəni A variantı düzgün cavabdır. C-də did you signed yox, yəni id-siz olmalıdır. D-də did signed, did-lə signed heç vaxt yanaşı işlənə bilməz. Y-də də you did sign, yəni burada da did əvvəldə işlənməlidir, id olmadan. Cavabımız A variantıdır. 10-cu sualda baxıram, elə expect, let, make, askı görən kimi bilirəm ki, complex objectdir. Və tez cümləyə baxıram. Cümlədə to varsa, deməli to ilə işlənə bilən feilləri götürməliyəm. The supervisor expect the engineers to launch their projects by Friday. Expect və ask olacaq. Niyə? Çünki let ilə make to-suz işlənən, yəni to-suz işlənən feilləri özündən sonra qəbul eləyir. Cavabımız olur 1-dən 4. 11-də choose the line of compound nouns. Compound noun, yəni mürəkkəb isimlərin cərgəsini göstərin. A-ya baxıram information düzəltmədir. B-yə baxıram elə mürəkkəbdir hamısı. Çünki shoemaker, mindset, snowdrop hamısı ayrı-ayrı sözlərdir. Yəni ayrılıqda işlənə bilir. Postman, darkness, bathroom, ness gördüm burada şəkilçidir. D-də agreement, ment şəkilçidir. Y-də də brotherhood, hood şəkilçi olduğu üçün bütün variantlar çıxdı. Bir dənə B variantı qaldı. Sonra baxıram 12. The preposition'dır. The professor talked to his colleague about his students. Yəni tərcümə ilə tapmaq olur. Deyir ki, professor şagirdləri haqqında kolleqasına, yəni iş yoldaşı ilə danışdı. To bir də about olacaq. Cavab olur C variantı. 13-cü sualda the girl looked at herself in the mirror. Qız güzgüdə özünə baxdı. Özünə dediyi üçün girl qadın cinsi olduğu üçün herself olacaq cavabımız A variantı. 14-də definition və wordləri match eləməliyik. To bother. To bother yəni narahat etmək deməkdir. Burada
sözləri bilməlisiniz. Yəni tərcüməsini bilməlisiniz ki, definition'ını match eləyə biləsiniz. To bother, to annoy or worry somebody olacaq. To trust, güvənmək deməkdir. To believe that somebody is honest and good. To alter dəyişmək deməkdir. Nəyisə dəyişiklik etmək, dəyişmək. To make something different in some way. Yəni nəyisə fərqli etmək. Fərqli etmək, dəyişmək. 1C, 2A, 3B. 15'də do you know bu sual cümləsidir və sual cümləsi olduğu üçün sualın içində bir də sual qoya bilmərəm. Avtomatik olaraq A, C, D də gedir. Y ilə B arasında qalıram. Do you know when he does his morning? Yəni bu günlük rutinlə bağlıdır. Yəni deyirəm ki, bilirsənmi səhər idmanlarını nə vaxt eləyir? Ona görə də do you know when he does his morning exercise? Cavab olur B variantı. 16'da cümlə qurmalıyıq. Deyir ki, cümlədə deyir ki, qızlar 20 dəqiqədir ki, mətbəxdə salat hazırlayırlar. The girls have been making salad in the kitchen for 20 minutes. Cavab olur D variantı. Bu elə bir ki 20 dəqiqədir ki, hazırlayırlar. Bu perfect continuous. Deməli, bitmiş davam edici zamandır bu. 20 dəqiqədir ki, deməli, salat hazırlayırlar. Cavab olur B variantı. Sonra baxıram. Choose the pair of words with opposite meaning. Deməli, əks mənalı sözləri seçməliyəm. Və strong, powerful ikisi də güclü deməkdir, sinonimlərdir. Defensive, protective ikisi də qoruyucu deməkdir. Sinonimlərdir. Mild, soft ikisi də yumşaq deməkdir. Massive, large ikisi də geniş, böyük deməkdir. Previous, əvvəlki, next, sonraki. O da olur A variantı. 19'da photo which was taken by William was best one. Aha, deməli, William tərəfindən çəkilən şəkil mənə məlumdur. Bilirəm hansı şəkildir. Ona görə də istifadə eləyəcəm the. Çünki bilirəm də hansı şəkildir. Yəni, William çəkib bilirəm hansı şəkildir. Plusdakı yaxşı şəkildə deyirəmsə, deməli, mən bilirəm bu hansı şəkildə. Ona görə də the photo olmalıdır. Əgər bilsəydim, hər hansı bir şəkildən söhbət gedir. Random bir dənə şəkil, bilmirəm hansı şəkildir. Onda E artiklı olardı. Amma mən bilirəm axı William çəkib bu şəkili. Ona görə the olmalıdır burada. The photo which was taken by William was the best one. The best'dəki superlative degree olduğu üçün mütləq bestlə the artiklı işlədilməlidir. O da olur Y variantı. 19'da deməli tərcümədən tapacağıq. Deyir ki, Jane traveled a lot last year and her sister did too. Yəni Jane keçən il çoxlu səyahət eləyib, yəni həmçinin bacısı da. O da olur and too. 20'də some of the insects are harmful but others are beneficial. Deməli, həşəratların bəzisi ziyanlıdır, amma bəziləri, digərləri xeyirlidir. Yenə də ziyanlı və xeyirli. Bayaq dediyim kimi iki dənə zid, təzad bir fikir var ortada. Mütləq batdan istifadə eləyəcəm. 21'də degree of adjective. This river is wider and longer than that one. Niyə comparative degree istifadə elədim? Than var burada. Və than'i görən kimi avtomatik olaraq müqayisə dərəcəsini istifadə edəcəm. O da olur B variantı. A'da more longer-da more olmamalıdır. Y'də də more wider-da more olmamalıdır. Wider də longer olmalıdır. 22 deyir ki you had better not buy those shoes. They will hurt you when you walk. Had better məsləhət vermə məqsədinə istifadə olunur. Deyir ki, yaxşı olardı ki o ayaqqabıları almayasan. Sən gəzəndə onlar səni incidəcək. Bu conditional sentence-də. Yəni deyir, biz bilirik ki, bir tərəf future simple olduğu zaman digər tərəf mütləq present simple olmalıdır conditional sentence-də. İndi burada will future simple olduğu üçün when-dən sonraki tərəfdə işlədəcəm present simple. Bu artıq qaydadır yəni. They will hurt you when you walk. Walk da present simple olduğu üçün cavabımız olacaq B variantı.